Gözü pak olsa bəşər, gözü pak olsa bəşər, aləm mənanı görər. Hara baxsa əsəri xaliq-i yektanı görər. Kimi məcnun ola öz eşqinə səhraya düşər. Yerə baxsa, göyə baxsa, gözü Leylanı görər. Kim özün bəndə kimi, kim özün bəndə kimi görsə ubudiyyətdə, kim özün bəndə kimi görsə ubudiyyətdə, suyun üstündə gəzib Həzrət-i İsa'nı görər. Əməli salih olanlardakı qüdrət belədir. Belə şeylər bəzən insanlar üçün qəribə gəlir ki, bunu necə eləmək olar? Amma yox, elə deyil. Əməli salih olanlardakı qüdrət belədir. Kimə baxsa gözü batindəki simanı görər. Kimi öz höccəti dövrün tanıyan, kimi öz höccəti dövrün tanıyan, sadiq olan, dövrün imamını tanımaq bir cürdür. Bir də var ona sadiq olasın. İki fərqli məsələdir. Kimi öz höccəti dövrün tanıyan, sadiq olan, hələ ölməzdən əzəl cənnətül əlanı görər. Mələku təhlik gözün sürtməsən mehrabimizə. Mələklər gəlib sən namaz qıldığın yerə gözünü sürtməsə, mələku təhlik gözün sürtməsən mehrabimizə, mələku təhlik gözün sürtməsən mehrabimizə, o necə elmə çatıb sirri əlifbanı görər.